təlimlərə hazırlıq prosesi davam edir. İnşallah 23-də iyunun təlimlər başlayacaq və bunun üçün lazım olan dəftərxana ləvazimatları alınıb və video operatorla danışılıb. İnşallah indi bunların videosunu təqdim edirəm. Həm təlimdə istifadə etmək üçün, həm ofisdə istifadə etmək üçün lazım olan bütün dəftərxana ləvazimatları tamamilə hamısı eyni qaydada alınmış və inşallah təlimlərdə və ofisdə istifadə olunacaqdır.